Əd-dalal. Dalal nədir? Dalal bizdə adə dəli sözü var. Dəli gedir, yolunu qayda bilmir. Ona dəli deyirlər o kəsə. Gedir. Bu haqq yoldan, düzgün yoldan azmaqdır bu. Hidayətin əksidir. Dalal, azğınlıq hidayətin əksidir. Mən ihtədə fə innəmə yəhtədi li nəfsi. Kim hidayət olunarsa, düz yolu tutub gedərsə öz üçün olur. Və mən dallə fə innəmə yadillu aleyhə. Kim də azarsa da azğınlığı özünədir, öz nəfsinədir yəni. O kəsin. Demək, azğınlıq da bir neçə məniyə deyilir, bir neçə mənada deyilir azğınlıq. Bir mənada məsələn küfrə deyilir. وَمَنْ يَكْفُرْ بِاللّٰهِ وَمَلَائِكَتِهِ وَكُتُبِهِ وَرُسُلِهِ وَالْيَوْمِ الْآخِرِ فَقَدْ ضَلَّ ضَلَالًا بَعِيدًا. Kim Allah'a və onun mələklərinə, kitablarına, rəsullarına, axirət gününə küfr edərsə də artıq uzaq bir azğınlıqla azmış olar. Demək, buradakı azğınlıq küfürdür. İkinci bir mənada şirkə deyilir. وَمَنْ يُشْرِكْ بِاللّٰهِ فَقَدْ ضَلَّ ضَلَالًا بَعِيدًا. Kim Allah'a şərik qoşarsa da artıq uzaq bir azğınlıqla azmış olar. Həmçinin küfürdən aşağı olan bir şeyə də deyilir müxalifliyə. Küfürdən aşağı olan bir şeydən müxalifliyə. Məsəl üçün, azğın firqələr. El-fərəqu dallə. Dal mənası, yəni müxalif olanlara deyilir. Həmçinin xatiyə də deyilir. Dal, yəni xata edənə də deyilir. Necə ki, Musa Aleyhisselamın sözündə قَالَ فَعَلْتُهَا İdən və ənə minəd-dallin. Mən onu etsəm, onda mən xata edənlərdən olacağam. Musa Aleyhisselam nə deyir? Özünü xata edənlərdən olar, bildirir. Və həmçinin unutqanlıq halda da deyilir. Unutqanlıq halda da deyilir. Ən tədillə əhdəhumə fətuzəkkirə əhdəhumə l'uxra. Borc verdikdə, iki kişi olmadıqda, bir kişi, iki qadın tutulur. O qadının biri o birisini unutduqda xatırlatsa. Burada ən tədillə əhdəhumə, yəni biri unutduqda. Onlardan biri unutduqda onu xatırlatsın o birisi. Fətuzəkkir əhdəhumə uxra. O birisi o birisini xatırlatsın. Və həmçinin bir şeyi insan belə deyək, itdiyində, bir şey itdikdə, tapılmadıqda, qeybət çəkildikdə, belə deyim, ona da deyilir. Məsəl üçün, dəvənin dallətul ibil, dəvənin azması. O dallətul ibil, dəvənin azmasıdır. Həmçində dəli insanda başı çatmayan çıxır, həmin yerə qayıda bilmir. Dəvədə də elə şey, azır, yoluna